Axşamınız xeyir olsun, əziz müəllimlər. Ümid edirəm ki, hər biriniz məni həm görürsüz, həm də eşidirsiniz. Aha. Gəlin təlimimizə başlayaq. Deməli, bugün biz sizlərlə növbəti ödənişsiz təlimimizdə görüşmüşük. Mən sizlərə mövzu seçimi olaraq həm müəllimlərin işə qəbul imtahanının müsahibə mərhələsində, həm sertifikasiya imtahanı müsahibə mərhələsində, həmçinin test mərhələsində vacib olan mövzulardan biri, həm də ki, gündəlik fəaliyyətinizdə müəllim olaraq çalışan zaman qarşılaşdığınız çətinlikləri aydınlaşdırmaq üçün biz bugün illik və gündəlik planlaşdırma mövzusuna toxunacağıq. Eyni zamanda standartdan məqsəd çıxarması mövzusuna da toxunacağıq və sonda sizin suallarınızı cavablayacağam. Bugün əvvəlki dərslərimizdən fərqli olaraq gördüyünüz kimi dərsi biz Teams proqramında yox, Google Meet proqramında keçirik. Sizlərdən bir xahiş edəcəm ki, mən buradan ümumi olaraq səsləri hamınınkini eyni vaxtda bağlaya bilmirəm. Sonda hər birinizin sualını eşidəcəm. Sadəcə sizdən xahişim budur ki, səslərə və görüntüyə diqqət yetirin, bir problem yaşanmasın. Mən dərsə izah verən zaman əlavə səs-küy olmasın. Bu proqramda qoşulmaq daha rahat olur deyə effektiv olsa, inşallah növbəti təlimlərimizdə bu proqram vasitəsilə keçərik. Gəlin başlayaq müəllimlər. İlk öncə onu deyək ki, planlaşdırma vacibdirmi? Bəli, planlaşdırma həm illik, həm də gündəlik planlaşdırma müəllim üçün çox vacibdir. Müəllim işini planlı, sistemli şəkildə görmüş olur. İllik planlaşdırmada müəllim il ərzində keçəcəyi mövzunun ardıcıllığı müəyyən edir. Hansı ardıcıllıqla hansı mövzular keçəcək, hansı standartların tələbini reallaşdıracaq, hansı qiymətləndirməni nə zaman aparacaq. Müəllim bunu sistemli şəkildə öncədən planlaşdırır. Gündəlik planlaşdırmada isə müəllim gündəlik şagirdləri dərsin məqsədinə çatdırmaq üçün hansı üsullardan, hansı formadan istifadə etməlidir, hansı məqsəd götürməlidir, eyni zamanda qiymətləndirməni necə aparmalıdır, hansı üsullar vasitəsilə aparmalıdır, refleksiyanı necə aparmalıdır, şagirdlər hansı meyarlar əsasında qiymətləndirməlidir və s. Bunların hamısını müəllim gündəlik planlaşdırmada müəyyən etməlidir ki, dərsi keçən zamanda müəllim düşünməsin ki, mən bugünkü dərsi necə keçim, hansı üsul vasitəsilə, hansı üsulla, hansı metodla, hansı forma ilə dərsi keçim. Yəni bir var ki, planlı şəkildə bir işi görəsiniz, bir də var ki, plansız olasınız. Həm illik planlaşdırma, həm də gündəlik planlaşdırma hər biri müəllimin işinin daha yaxşı nəticə verməsinə səbəb olur. Biz həm illik planlaşdırmanın, həm də gündəlik planlaşdırmanın nəticədən planlamaya, yəni geriyə planlamaya əsaslandığını deyirik. Geriyə planlama nə deməkdir? Biz hər iki planlaşdırmadan sonda əldə edəcəyimiz nəticə üçün əvvəlcədən hazırlaşırıq. Yəni illik planlaşdırmada ilin sonunda əldə edəcəyimiz nəticə üçün öncədən hazırlıq görürük, öncədən planlaşdırma edirik. Gündəlik planlaşdırmada isə gündəlik dərsin sonunda əldə edəcəyimiz nəticə üçün əvvəlcədən biz planlaşdırma edirik. Hər ikisində sondakı nəticə üçün əvvəlcədən çalışırıqmı? Bəli. Buna biz nə deyirik? Geriyə planlama, nəticədən planlama deyirik. Geriyə planlama biz 3 hissəyə ayırd etməliyik. Təlim nəticələrdə öyrənmə fəaliyyətidir, qiymətləndirmədir. Biz ən çox burada gündəlik planlaşdırmaya köklənməliyik. Çünki düşünürəm ki, illik planlaşdırma hər biriniz üçün rahatdır. Siz məktəbdə dərs saatlarınızı bildikdən sonra ona uyğun şəkildə metodik vəsaitinizdən istifadə edərək illik planlaşdırmanızı hazırlayırsınız. İllik planlaşdırma məktəbin tələbindən asılı olaraq müxtəlif formatda hazırlana bilər. İllik planlaşdırmanın da, gündəlik planlaşdırmanın da formatı sırf məktəbin tələbindən asılıdır. Bu yazılı şəkildə dəftərlərdə və yaxud da çap formatında hazırlana bilər. Bunun üçün rəsmi bir qərar yoxdur. Bu məktəbin öz ixtiyarına buraxılır. İllik planlaşdırma ilə bağlı düşünürəm ki, çox çətinlik olmaz. İlin əvvəlində hazırlayırsınız və ona uyğun da dərslərinizi ardıcıllıqla keçirsiniz. Sadəcə bir məsələni qeyd edim. İllik planlaşdırmada dəyişiklik etmək olarmı? Bilirsiniz ki, həm illik, həm də gündəlik planlaşdırmada biz dəyişiklik edə bilərik. Adətən öyrənmişik ki, görmüşük ki,
müəllim ilin əvvəlindən planlaşdırmasını hazırlayır və heç bir dəyişiklik etmədən ilin sonuna qədər o planlaşdırma davam edir. Və burada da müəllimlərdə belə bir fikir yaranır ki, yəqin ki, planlaşdırmada dəyişiklik edə bilmərik. Bu belə deyil. Əslində biz pedaqoji tələblərdən inkişaf yönümlülüyün tələbini gözləməyimiz üçün bizim planlaşdırmada dəyişiklik etməyimiz lazımdır. Bu zaman sizdə sual yaranacaq ki, bəs müəllimə, biz illik planlaşdırmada necə dəyişiklik edirik? Gündəlik planlaşdırma məlum məsələ ki, gedişatdan asılı olaraq, şagirdlərin verdiyi cavabdan, onların verdiyi reaksiyadan asılı olaraq və yaxud da şəraitdən asılı olaraq həmişə müəllimin bir B planı olur, həmişə çevik bir dəyişiklik edə bilir. Amma illik planlaşdırmada dəyişiklik etmək üçün müəllim şagirdlərin nəticələrini təhlil eləyir. Məsələn, summativ nəticələrini təhlil eləyir. Görür ki, hansısa mövzularda sinifin böyük bir əksəriyyəti çətinlik çəkib, sinifin böyük bir əksəriyyəti zəif nəticə əldə edib. Bu halda müəllim mütləq şəkildə düşünüb bir tədbir görməlidir. Məktəbdə bilirsiniz ki, metod birləşmə iclasları olur. Metod birləşmə iclaslarında digər fənn müəllimləri ilə metod birləşmə rəhbəri ilə müzakirə aparılmalıdır və müzakirənin nəticəsində planlaşdırmada dəyişiklik edilə bilər və planlaşdırmada ediləcək dəyişikliklə bağlı tədris işləri üzrə müavinə mütləq şəkildə xəbərdarlıq etmək lazımdır. İllik planlaşdırma ilə bağlı dediyim kimi dəyişiklik bu formada aparıla bilər. Çünki bilirsiniz necə, başqa məsələlər də var. Məsələn, çoxunuz düşünürəm ki, işləyən müəllimlərsiniz. Belə deyək də, məsələn, ilin sonunda bir də görürük ki, müəllim yaxınlaşır, deyir ki, bəs müəllimə, mövzular hələ ki bitməyib, amma dərs günlərimin sayı az qalıb. Məsələn, 3 dərsim qalıb, amma mənim 5 mövzum var, 6 mövzum var. Bilirsiniz ki, bayram günlərində də müəyyən dəyişikliklər olur. Bu səbəbdən bizim planlaşdırmamızda da bəzən diqqət yetirməyimiz, nəzarət yetirməyimiz tələb olunur. Həmçinin bu məqamla yanaşı dediyim kimi biz şagirdlərimizin nəticələrini təhlil eləyərək summativ nəticələrini həmin təhlillər əsasında biz planlaşdırmamıza dəyişiklik edə bilərik. Biz əsas köklənək nəyə? Müəllimlər gündəlik planlaşdırmaya. Müsahibə mərhələsində aranızda yəqin ki, hazırlaşan müəllimlər var. Hər iki planlaşdırma üçün sizə sual veriləndə hər iki planlaşdırmada dəyişiklik edə biləcəyinizi mütləq şəkildə qeyd edirsiniz. Gündəlik planlaşdırma üçün də dediyim kimi həmişə onsuz da müəllimin bir B planı olur. Şagirdlərin verdiyi cavab əsasında, məsələn, müəllim motivasiyanı qurub gördü ki, istədiyi nəticəni əldə edə bilmir, başqa bir maraqlı sualla giriş edir, uşaqları prosesə cəlb edir və yaxud da müəllim İKT-dən istifadə edəcəkdir. Təsadüfən bugün işıq yanmadı deyək ki, müəllim istifadə edə bilmədi, müəllim başqa bir üsula əl atacaq, başqa cür dərsi keçəcək. Yəni müəllimin mütləq şəkildə başqa bir düşüncəsi, planı da olmalıdır. Biz gündəlik planlaşdırmada nələri qeyd etməliyik müəllimlər? Bax, mənim sizə bugün verəcəyim tövsiyələr sizə test mərhələsində, testlərdə, müsahibədə indi plan hazırlayırsınızda, yəqin ki, 5 mövzunu üzrə, həm də ki, çalışan müəllimlər yəqin ki, məktəbdə gündəlik planlaşdırmanı hazırlayırsınız. Məktəbdə metodist, direktorunuz, müavininiz sizin yəqin ki, icmalınıza, planınıza baxır və müəyyən fikirlər bildirir. Həmçinin məktəbə monitorinq məqsədi ilə gələn əməkdaşlar da, regionalın, artin əməkdaşlar da ola bilər ki, sizin planınıza müəyyən fikirlər bildirir. Müəllim nə qədər məlumatlı olsa, dəqiq fikrə sahib olsa, ona verilən rəylərə də bir o qədər düzgün reaksiya vermiş olar. Bəzən müəllimə elə bir qüsur tuturlar ki, halbuki müəllim orada heç bir yanlışlığa yol verməyib. Müəllim əgər yazdığının 100% doğru olduğundan əmin olsa, qarşı tərəfə də fikir bildirə bilər ki, mənim yazdığım doğrudur, burada bir yanlışlıq yoxdur. Yəni ki, bizim məlumatlı olmağımız, metodika ilə bağlı biliklərə sahib olmağımız bizim qarşımızda hər zaman yaşıl işığın yanmasına səbəb olacaq. Bilirsiniz ki, monitorinqlərdə, məktəblərdə çox olur. Bu səbəbdən, yəni sizin də daha rahat işlərinizi təmin etməyiniz üçün, uşaqları daha yaxşı öyrətməyiniz üçün, planlaşdırmanı düzgün etməyiniz üçün, gələn mütəxəssislər qarşısında sizin daha hazırlıqlı olmağınız üçün planlaşdırmanı düzgün etməyiniz və biliklərə sahib olmağınız önəmlidir. Biz gündəlik planlaşdırmada nələri qeyd etməliyik? Mütləq şəkildə bizim alt standartımız olmalıdır.
Ən birinci məsələ, hər birini detallarına qədər deyəcəm müəllimlər. Biz neçə standart götürməliyik? Biz bir dərs üçün 2, 3, bəzi hallarda 4 standart götürə bilirik. Çalışırıq ki, 1:45 dəqiqə üçün standartın və məqsədin sayını çox götürməyək. Səbəb də odur ki, vaxt məsələsi. Biz nə qədər çox standart götürsək, gərək o götürdüyümüz standartın hamısının tələbini reallaşdıraq. Götürdüyümüz məqsədin hər birinə şagirdlərimizi çatdıraq və vaxt cəhətdən də 1:45 dəqiqə buna yetməyə bilər. Bu səbəbdən biz elə etməliyik ki, bizim götürdüyümüz məqsədə bizim şagirdlərimiz çatsınlar. Yaxşı, bunun üçün necə edirik? Məsələn, bizim 2 standartımız varsa, biz götürdüyümüz 2 fərqli standartın hər birindən 2 məqsəd çıxartmalıyıq. Məqsədin çıxarma qaydasını izah edəcəm. Qayda olaraq bilin. Məsələn, sual veriləndə, testdə qarşınıza çıxanda onu ayırd etməyə bacarın. Amma çox da əziyyət çəkmənizə ehtiyac olmur. Çünki siz bu dəqiqə sayta daxil olub metodik vəsaitinizə baxsanız, bütün fənlər üzrə, bütün metodik vəsaitlərdə, bütün standartlarda məqsəd hazır formada çıxarılıb. Müəllim sadəcə nə edir? Məsələn, bugün 2-1-1 standartını götürübsə, həmin standartdan hansı məqsədləri götürə bilər, onu seçir. Məsələn, 3-1-2 standartı götürüb 3-1-2-dən hansı məqsədləri götürə bilər, onu seçir və ona uyğun da planlaşdırmasını hazırlayır. Biz əgər 2 standart götürmüşüksə, mütləq şəkildə hər götürdüyümüz standartdan məqsəd müəyyən etməliyik. Hər götürdüyümüz məqsəddən də meyar müəyyən etməliyik. Yəni, ardıcıllıq belə gəlir ki, bizim ilk öncə standartımız olmalıdır. Standartdan məqsədimiz çıxarılmalıdır. Dərsin məqsədi və yaxud da dərsin təlim nəticəsi və dərsin məqsədindən, dərsin təlim nəticəsindən də qiymətləndirmə meyarları çıxarılmalıdır. Bunlar gündəlik planın, elə bilin ki, ən vacib hissəsidir. Gündəlik planda sonra nələr yer almalıdır müəllimlər? Gündəlik planda biz iş üsulunu, iş formasını, inteqrasiyanı, resursları, motivasiyanı, öyrənmə fəaliyyətini, qiymətləndirmə üsullarını, refleksiyanı mütləq şəkildə qeyd etməliyik. Mən ümumi olaraq danışacağam. Sonra ekran paylaşımı edəcəm. Sizə ən çox son illərdə istifadə olunan gündəlik plan nümunəsini, zürrü sayın görüntünü bağladım. Gündəlik plan nümunəsini mən sizlərə təqdim edəcəm və həmin nümunə üzərindən mən sizlərə izah verəcəm. Deməli, müəllimlər, biz gündəlik planda dediyim bu iş üsulu, iş forması hissəsini də biz alt standartımıza əsasən təyin edəcəyik. Çünki alt standartın funksiyalarından birində deyirik ki, 3-cü funksiyasında təlim strategiyalarının düzgün seçilməsinə mühüm rol oynayır. 2-ci funksiyada üzr istəyirəm. Mahiyyət olaraq bu nə deməkdir? Yəni biz strategiyamızı, üsulumuzu, formamızı elə seçməliyik ki, standartın tələbinə uyğun olmalıdır. Yəni bilirsiniz necə? Mən deyək ki, sabah 7-ci sinifdə dərs keçəcəm. Mən əvvəlcədən elə bir planlaşdırma etməliyəm ki, mənim qarşıma qoyulan tələb nədirsə, mən o tələbi gözləyim. Mən şagirdləri o tələbə gətirib çatdıra bilim. Bunun üçün də mənim atacağım addımlar doğru seçilməlidir. Atacağım addımlar nədən ibarətdir? Mənim seçəcəyim üsuldan, formadan ibarətdir. Digər hissədə motivasiyanın nə olduğunu düşünürəm ki, hər biriniz bilirsiniz. Müxtəlif metodik vəsaitlərdə müxtəlif cür görünür, göstərilir. Məsələn, motivasiya, cəlb olunma, maraq oyatma, mahiyyət olaraq hamısında eyni şeydən söhbət gedir. Siz şagirdləri prosesə necə cəlb edirsiniz? Motivasiyanı necə qurursunuz? Bunu bir neçə cümlə ilə göstərəcəksiniz. Məsələn, deyək ki, slaydımı göstərirsiniz, şəkilimi göstərirsiniz, maraqlı bir hekayəmi danışırsınız, hansısa bir sualımı verirsiniz, verdiyiniz sual əsasında beyin həmləsindən istifadə edərək müzakirə yaradırsınız, şagirdlərinizi prosesə cəlb edib onların fikirlərini dinləyirsiniz. Motivasiyanı deyək ki, bu cürə sadaladığım hər hansı bir üsulla və yaxud da əlavə özünüzün maraqlı bir fikirləriniz varsa, motivasiyanı bu formada qurursunuz. Sonra biz əvvəllər bilirsiniz ki, planlaşdırmada, indi də müxtəlif siniflərdə bu hələ də qalmaqdadır. Məsələn, biz
tədqiqat sualı, tədqiqatın aparılması, məlumat müzakirəsi, məlumat mübadiləsi, ümumiləşdirmə, nəticə, yaradıcı tətbiq etmə bu mərhələləri əvvəllər biz ardıcıllıqla qeyd edirdik. İndi də humanitar fənlərdə hələ də qalmaqda davam edir. Bəzi fənlərdə isə biz yeni üsullar əsasında yeni formatda yazırıq. Yeni formatda digər fənləri də yazmaq olar. Dediyim kimi birazdan paylaşım edib göstərəcəm. Mahiyyət eynidir. Biz sadəcə olaraq tədqiqat sualı, tədqiqatın aparılması, məlumat müzakirəsi, o mərhələlərdə yazdığımız fikirlər ki, var idi. Bax, o fikirləri ümumiləşdirib, öyrənmə fəaliyyəti, hansı ki, yeni başlıqda, planımızda öyrənmə fəaliyyəti hissəsi var. Öyrənmə fəaliyyətində bir neçə cümlə ilə qeyd edirik. Məsələn, deyək ki, siz şagirdləri qruplara ayırırsınız. Deyirsiniz ki, şagirdləri 4 qrupa ayırıram. Hər qrupa, məsələn, sualları qeyd edirsiniz. Birinci qrupa filan sual, ikinci qrupa filan sual, 3-ə, 4-ə filan sualları ünvanlayıram. Qruplar verilən suallar üzərindən müzakirələr aparırlar. Onlara vaxt verirəm. Yəni, burada gedişat necə idisə, gedişatı bir neçə cümlə ilə təsvir edirsiniz. Sonra keçirsiniz. Yəni, bu öyrənmə fəaliyyətində görülən işləri bir neçə cümlə ilə təsvir edirsiniz. Sonra da qiymətləndirmə hissəsinə, qiymətləndirmə üsulları hissəsində siz qiymətləndirmənin hansı üsul vasitəsilə apardınız? Qiymətləndirmə üsul deyəndə nəyi nəzərdə tuturuq? Bilirsiniz ki, gündəlik planlaşdırmada söhbət formativ qiymətləndirmədən gedirsə, biz formativ qiymətləndirmənin üsullarından danışmalıyıq. Bunlar hansı üsullardır, müəllimlər? Sual-cavab ola bilər, çıxış bileti ola bilər, yoldaş qiymətləndirməsi ola bilər. Ən çox istifadə etdiyimiz məşhur olan sual-cavab üsulu ola bilər. Yəni, müxtəlif üsullar vasitəsilə biz formativ qiymətləndirməni apara bilərik. Ürəyiniz istədiyi planlaşdırmanızda, metodik vəsaitinizdə göstərilən hansı üsuldursa, həmin üsulu qeyd edə bilərsiniz. Şərt deyil ki, mütləq şəkildə metodik vəsaitdə qeyd olunsun. Dediyim kimi, yəni özünüz fərqli bir üsulla aparacaqsınızsa, onu da qeyd edə bilərsiniz. Və sonda refleksiyanı qeyd edirsiniz. Refleksiyada verəcəyiniz sualları yazmasaz da olar planlaşdırmada. Sadəcə refleksiya üsulunun adını qeyd edin. Məsələn, hansı refleksiya üsullarımız var? Müsahibədə də bu formada soruşula bilər, testlərdə də qarşınıza çıxa bilər. Hansılardır? Məsələn, çıxış bileti, sorğu, müsahibə, 3-2-1 ən məşhur üsullarımızdandır. 3-2-1 həm iş üsulu, həm formativ qiymətləndirmə üsulu, həm də refleksiya üsulu olaraq istifadə olunur. Deməli, siz refleksiya üsulunda qeyd edirsiniz. Qiymətləndirmə meyarlarını biz əvvəldə qeyd etmişdik planlaşdırmamızda. Sadəcə olaraq bir cümlə ilə əgər müsahibəyə hazırlaşacaqsınızsa, orada qiymətləndirmə meyarlarını da dərsin məqsədində şagirdlərə dərsin əvvəlində elan etdiyinizi vurğulayacaqsınız. Planlaşdırmada da planlaşdırmanın əvvəlində qeyd edirsiniz. Sadəcə olaraq səviyyələr üzrə bölgünü plana yazmasaz belə şifahi şəkildə necə ifadə edəcəyinizi bilməlisiniz. Məsələn, birinci səviyyədə meyarınız necə ifadə olunur, ikinci səviyyədə, üçüncü, dördüncü səviyyədə, yəni 4 səviyyə üzrə meyarlarımız necə ifadə olunur, onu bilməliyik və şagirdlərimizi necə qiymətləndiririk. Əgər bizdən soruşulsa, biz meyarlarımız üzrə şagirdlərimizə rəy veririk və rəyi də səviyyələrimizə uyğun şəkildə veririk. Məsələn, deyirlər ki, 4-cü səviyyədə 4-cü səviyyəyə uyğun bildiyiniz şagirdinizə rəy verin, 3-cü səviyyəyə uyğun bildiyiniz şagirdinizə rəy verin. O halda siz səviyyələr üzrə meyarları necə göstərmişdinizsə, onu rəyə çevirəcəksiniz və şagirdinizə rəy verəcəksiniz. Biz rəyi şagirdə şifahi formada da verə bilərik, yazılı şəkildə də şagirdə rəy verə bilərik. Rəyin bir neçə növü var, müəllimlər. Bunlar hansılardır? Konstruktiv rəyi bilirsiniz, ən düzgün rəyimiz, ən çox istifadə olunan, şagirdlər üçün faydalı olan rəydir. Yəni, biz konstruktiv rəydə şagirdin müsbət tərəfini, çatışmayan tərəfini və o çatışmayan tərəfini necə düzəldəcəyi ilə bağlı şagirdə istiqamət verməliyik.
bu ən çox istifadə olunan rəyimizdir. Bizim konstruktiv rəyimiz gələcəyə yönəlik olmalıdır. Yəni şagirdin səhvini növbəti dəfə necə düzəldəcəyi ilə bağlı şagirdə istiqamət verməlidir. Gələcəyə yönəlik olmalıdır deyəndə o Azərbaycan dilində deyirik feilin gələcək zamanı. Elə bilin ki, söylənilən fikir gələcək zamana aid olmalıdır, keçmişə yönəlik olmalı deyil. Sonra şagirdin fəaliyyətini əks etdirməlidir. Yəni gördüyü işi təsvir etməlidir, gördüyü işi əks etdirməlidir. Fəaliyyətinə uyğun olmalıdır. Müəllim öz emosiyalarına uyğun şəkildə rəy verməli deyil. Biz müəllimlər rəyi şagirdə vaxtında verməliyik. Rəyimiz spesifik olmalıdır, xüsusi olmalıdır. Şagirdə kobud şəkildə rəy verməli deyilik. Verəcəyimiz rəy şagirdə həssaslıqla çatdırılmalıdır. Bunlar rəy üçün vacib məqamlardır. Amma biz rəyin digər növlərinə də toxunmalıyıq. Mütləq şəkildə bu qarşımıza çıxa bilər. Məsələn, motivə edici rəy var. Yəni şagirdi daha çox motivasiya edən, uğurlarını daha çox qeyd edən. Sonra məsələn, korrekt edici rəy var. Korrekt edici rəydə biz şagirdin səhvini anında düzəldirik. Səhvini öz üzərində düşünməsinə çox şərait yaratmırıq. Məsələn, şagird hansısa bir sözü səhv tələffüz eləyir, həmin anda düzəldirsiniz. Baş vermiş döyüşün ilini səhv deyir, həmin anda düzəldirsiniz. Bu korrekt edici rəydir. Yəni şagirdin etdiyi səhvin həmin anda düzəlməsi korrekt edici rəyə aiddir. Bir də var təsvir edici rəy. Təsvir edici rəy nədir? Şagirdin fəaliyyətini, gördüyü işi təsvir edir. Bir var konstruktiv rəy. Konstruktiv rəydə biz müsbət tərəfində çatışmayan tərəfi də dedik və istiqamət də verdik. Təsvir edici rəyin konstruktiv rəydən fərqi odur ki, biz istiqamət vermirik. Sadəcə şagirdin gördüyü işi təsvir edirik. Ona görə də rəyin adı təsvir edici rəydir. Əgər müəllim şagirdə istiqamət vermədisə, bu sadəcə təsvir edici rəy olacaq. Dərsimiz həm müsahibə, həm də test mərhələsi üçündür müəllimə. Çünki test mərhələsi üçün də bizim deməli çərçivə sənədində olan mövzulardan biri illik və gündəlik planlaşdırma, standartdan təlim nəticəsinin çıxarılmasıdır. Ona görə hər iki imtahan üçün lazım olan mövzu seçirəm ki, hər bir müəllim yararlana bilsin. Bu mənim gündəlik planlaşdırma ilə bağlı dediyim nüanslar idi. Bir də biz standartdan məqsəd çıxardan zaman hansı məqamlara diqqət yetirməliyik? Bu testlərdə də birbaşa qarşımıza çıxa bilir. Bir neçə vacib nüanslar var. Biz standartdan məqsəd çıxaran zaman mütləq şəkildə məqsədin şagirdə aid olmasına, yəni məqsədin şagird yönümlü olmasına diqqət yetirməliyik. Bu nə deməkdir müəllimlər? Yəni şagirdin gördüyü iş orada təsvir olunmalıdır. Məsələn, məsələni həll edir. Burada məsələni həll edən şagird olacaq, düzdürmü? Məsələni kim həll edir? Şagird. Şagirdə aid olduğunu düşünə bilərik. Bir də var ki, məsələnin həlli yolunu öyrədir. Bu müəllimə aid ola bilər. Biz o dəqiqə müəllimin olduğunu düşünə bilərik bu işi icra edən. Ona görə də biz deyirik ki, bizim standartdan çıxartdığımız məqsədimiz müəllimin yox, şagirdin fəaliyyətinə uyğun olmalıdır. Müəllim yönümlü yox, şagird yönümlü olmalıdır. Ən önəmli, ən vacib birinci qaydamız budur. İkinci biz deyirik ki, bizim təlim nəticəmiz, məqsədimiz idrak taksonomiyasının feilləri ilə bitməlidir. Taksonomiyanı keçən dəfə sizə izah edəndə mən bu məsələyə toxunmuşdum ki, taksonomiya bizə nəyə görə lazımdır? 6 mərhələmiz var. 6 mərhələmizin feillərindən istifadə edirik. Diqqət yetirmisinizsə, bax, işləyən müəllimlər siz yəqin ki, plan hazırlayırsınız. Biz planda daha çox o məqsədimiz sonunda hansı feillərlə bitir? İzah edir, şərh edir, nümunə gətirir, öz sözlərini ifadə edir, əsaslandırır, fərqləndirir, müqayisə edir, interpretasiya edir, həll edir, qurur, yaradır, müdafiə edir, mühakimə edir və s. Mənim bu sadaladığım feillər ən çox məqsəd çıxaran zaman istifadə etdiyimiz feillərdir və biz bu feillərə dinamik feillər deyirik. Ən önəmli şərtlərimizdən biri də budur ki, bizim məqsədimiz həmin bu feillərlə bitsin. Digər vacib məqam SMART qaydasıdır, SMART texnikasıdır. Bizim təlim nəticəmiz SMART texnikasına uyğun olmalıdır. Test mərhələsində necə sual olur müəllimlər? Deməli,
standartı verir və variantlarda deyir ki, hansı məqsəd standarta uyğundur və yaxud da şərtdə məqsədi verir, variantlarda hansı standarta uyğun olduğunu soruşur. Həmin zaman siz artıq mənim indi izah etdiyim qaydaları tətbiq edəcəksiniz və bir də uyğunluq məsələsinə baxacaqsınız. Məsələn, deyək ki, söhbət tarixdən hansısa bir dövrdən gedirsə, deməli siz o dövrə aid olan hadisələrə uyğun şəkildə məqsəd yazacaqsınız. Söhbət məsələn deyək ki, riyaziyyat fənnindən gedirsə, söhbət müxtəsər vurma düsturlarından gedirsə, misal üçün deyirəm, və yaxud da 2 dəyişənin xətti tənliklərdən gedirsə, biz ona aid məqsəd yazmalıyıq. Yəni söhbət nədən gedirsə, ona aid də bizim məqsədimiz olmalıdır. Ona aid də bizim meyarlarımız olmalıdır. Bunların hamısı bir-birinə uyğunluq təşkil etməlidir. Bizim SMART qaydamızda deyirik ki, təlim nəticəmiz spesifik olmalıdır, xüsusi olmalıdır, dəqiq, düzgün, aydın olmalıdır. Aydın şəkildə məqsəddə nə deyildiyi şagird onu görəndə başa düşməlidir. Yəni şagird üçün aydın olmalıdır. Bizim təlim nəticəmiz əldə oluna bilən olmalıdır. Yəni nə çox çətin olmalı deyil, nə çox asan olmalı deyil. Şagirdin bir azca əziyyət çəkərək əldə edə biləcəyi səviyyədə olmalıdır. Təlim nəticəmiz qiymətləndirilə bilən olmalıdır. Yəni şagirdin bilik bacarıqlarını qiymətləndirməyə bacarmalıdır. Təlim nəticəmiz resurslar nəzərə alınaraq müəyyən olunmalıdır. Yəni bizim məktəbimizdə hansı şəraitimiz varsa, hansı avadanlığımız varsa, biz ona uyğun dərs qurmalıyıq. Məsələn, baxıram müəllim, deyək ki, müəllimlərin icmalarını yoxlayanda, baxıram ki, müəllim deyək ki, yazıb ki, hansı İKT avadanlıqlarını, elektron lövhə və s. metodik vəsaitdə var deyə müəllim götürüb planda yazıb. Müəllimə sual verəndə ki, məktəbimizdə bu varmı? Yox, bəs niyə yazırıq? Bu bilirsiniz nəyə bənzəyir müəllimlər? Elə bir ki, evdə hansı ərzağınız varsa, onu uyğun yemək bişirəcəksiniz. Ununuz varsa, xəncər bişirəcəksiniz. Yəni məktəbdə də əgər bizim laboratoriyamız varsa, biz laboratoriya işini tətbiq edən zaman orada resurslarımızı qeyd edəcəyik ki, hansı cihazlarımız var. Yoxdursa biz bunu necə yaza bilərik? Yəni resurs olaraq hansı şəraitimiz varsa, ona uyğun dərs quraq. Bizim əgər məktəbimizdə İKT avadanlığımız yoxdursa, bizdən heç kim tələb edə bilməz ki, niyə bu formada qurursunuz? Şəkil göstərəcəksiniz, sonra məsələn plakatlar göstərəcəksiniz, müzakirə yaradacaqsınız. Yəni əlinizdə olan şərait nədirsə, ona uyğun planlaşdırmanızı hazırlayacaqsınız. Şərt o deyil ki, metodik vəsaitdə olduğu kimi siz yazılanları köçürəsiniz. Və bizim təlim nəticəmiz mütləq şəkildə vaxt müddəti nəzərə alınaraq müəyyən olunmalıdır. Hansı ki, bayaq da dedik ki, biz məqsədi də elə müəyyən etməliyik ki, biz vaxt cəhətdən o məqsədə şagirdlərimizi çatdıra bilək. Yəni biz bir dərs üçün həddən artıq məqsəd müəyyən etmirik ki, 1:45 dəqiqə ərzində hansı məqsədləri müəyyən etmişiksə, o məqsədlərimizə şagirdimizə çatdıra bilək. Yorumlarda da qeyd etdiniz. Bəli, dərsin məqsədi dərsin əvvəlində şagirdlərə elan olunmalıdır. Sual yarana bilər. Siz düşünməmiş mən deyim. Müəllimə, dərsin əvvəli deyəndə hansı hissəni nəzərdə tutursunuz? Dərsin əvvəli deyəndə müəllimə motivasiya hissəsindən sonra nəzərdə tuta bilərik. Bu ART-nin açıqlamasında və təqdim etdiyi təqdimat nümunəsində də motivasiya mərhələsindən sonra qeyd olunur. Məsələn, biz uşaqları ələ aldıq, prosesə cəlb etdik, motivasiyanı qurduq və məqsədi şagirdlərə elan edirik. Meyarları da şagirdlərə elan edirik dərsin əvvəlindən. Çünki şagird sonda hansı meyarlar üzrə qiymətləndiriləcəyini bilməlidir. Məsələn, müəllim müsahibəyə gedəndə bilir ki, orada ondan nə soruşacaqlar, nə üzrə qiymətləndiriləcək və şagird də dərsin əvvəlindən bilməlidir ki, o sonda nə üzrə qiymətləndiriləcək. Ona görə meyar da, məqsəd də əvvəlcədən şagirdlərə elan olunur. Bu halda belə bir sual yaranır müəllimlərdə ki, məsələn, məktəbimizə yoxlama gəlib və yaxud da direktor və yaxud da müavin, metod birləşmə, nə bilim, metodist gələn çox olur onsuz da. Gəlib mənə qüsur tutur ki, niyə məqsədi lövhədə yazmamısınız? Sual yarana bilər, məqsəd lövhədə yazılmalıdırmı? Yaza bilirsinizsə, vaxtınız çatıbsa, nə gözəl yazın. Yazmamısınızsa, dərsin əvvəlində şifahi olaraq uşaqlara demisinizsə ki, ay uşaqlar, bizim bugünkü dərsimizin məqsədi, misal üçün,
filan döyüş barədə məlumat əldə etmək, filan döyüşün xüsusiyyətlərini fərqləndirmək və s. və s. məqsədi deyəcəksiniz. Bunu şifahi formada demisinizsə və dərs prosesi boyunca fəaliyyətlərinizi düzgün qurmusunuzsa, şagirdlərinizi o məqsədə çatdırmısınızsa, sizə kimsə qüsur tuta bilməz. Yəni ki, məsələ budur. Yox, əgər siz məqsədi səsləndirmirsinizsə, nə yazmamısınız, nə şifahi deməmisiniz, nə də uşaqları məqsədə çatdırmamısınız, bu halda bəli, sizə rahatlıqla kimsə qüsur tuta bilər və doğrudan da bu haqlı qüsur ola bilər. Yəni, biz mütləq şəkildə ya şifahi, fərqi yoxdur, yazılı məqsədi şagirdlərimizə elan etməliyik. Və hansı halda qüsur tutula bilər? Məqsədi lövhədə yazmısınız və yaxud da şifahi səsləndirmisiniz. Amma dərsi düzgün qurmamısınız. Uşaqlar o məqsədə çatmadı. Bu halda da təbii ki, yenə qüsur tutula bilər. Ona görə də, yəni məsələ orada məqsədin və yaxud da olsun meyarların lövhədə yazılması deyil. Əsas onun şagirdlərə səsləndirilməsi, deyilməsi və dərs prosesinin elə qurulması ki, şagirdlər o məqsədə çatsınlar. Ən önəmli, ən vacib məqam budur. Bir də biz təlim nəticəsi ilə bağlı əvvəllər də deyirdik ki, müəyyən müəllimlər səhvlərə yol verirlər. Əvvəl deyirdik ki, standartla təlim nəticəsi eyni ola bilməz. Son 2 ilə qədər, məsələn 2 il bundan öncəki mənim də, həmçinin YouTube-da nə qədər desəniz bu dəqiqə təlimçi var. Hansı təlimçinin köhnə videolarına baxsanız, hamımız özümüzü öldürürük ki, danışırıq ki, dərslərdə bəs standart təlim nəticəsi ilə eyni ola bilməz. Amma son 2 ildə dəyişiklik olundu. Özünüz də bəzi fənlərdə, metodik vəsaitlərdə canlı nümunə olaraq görə bilərsiniz ki, bəzi hallarda standart məqsədlə eyni götürülə bilər. Artıq eyni ola bilməz ifadəsini deyə bilmərik. Məsələn, Time-in köhnə nəşrlərində testlərə baxanda, orada təlim nəticəsi ilə bağlı edilən səhvlərdə bu fikri qeyd edirlər. Bəzən müəllim, məsələn, biz indi yeni qaydalara əsasən, yeni dəyişikliklərə əsasən təlimləri keçirik. Bir də görən müəllim internetdə hansısa bir sınağı işləyib, məsələn, köhnə sınaqlardan, mənim öz köhnə sınaqlarımda da bu suallardan var idi. Deyir ki, müəllimə, bəs orada siz demişsiniz ki, standartdan təlim nəticəsi eyni ola bilməz. Bu səhvdir. Əvvəl belə demişsiniz, deyək ki, və yaxud da indi deyirsiniz ki, olar, amma testdə bu yanlış çıxıb. Bu nə dərəcədə doğrudur? Yəni, köhnə testləri işləyən zamanda diqqətli olmaq lazımdır ki, öyrəndiklərinizlə bir ziddiyyət yaranmasın. Yəni, uzun sözün qısası, bəzi hallarda standart məqsədlə eyni ola bilər. Artıq biz bunu səhv olaraq götürmürük. Sadəcə olaraq dərsin əvvəlində məqsədin şagirdlərə elan edilməməsini müəllimin səhvi olaraq qəbul edirik. Məqsədin həddən artıq çox yazılmasını müəllimin səhvi olaraq qəbul edə bilirik. Məqsədin uzun-uzadı cümlələrlə ifadə olunmasını səhv elan edə bilirik, səhv müəyyən edə bilirik. Bu təlim nəticəsi ilə bağlı edilən yanlışlıqlardır. İndi mən sizlərə gəlin ekran paylaşımı edim. Bir dənə yeni istifadə olunan, son illərdə istifadə olunan gündəlik plan nümunəsini göstərim. Bir dəqiqə. Paylaşacağım nümunəni gündəlik dərsinizdə rahatlıqla istifadə edə bilərsiniz. Bu Artin öz nümunələrindən biridir. Məsələn, deyək ki, bu nümunəni çap etmişsiniz. Burada məktəbinizin adını, öz adınızı, sinifinizi, fənninizi yazırsınız, tarixi yazırsınız, standart. Məsələn, neçə standart götürmüsünüz? Deyək ki, 2-1-1 açıqlamasını yazırsınız. Məsələn, 3-1-2 açıqlamasını yazırsınız. Mövzunuzun adı nədirsə, mövzunuzun adını yazırsınız. Təlim nəticələri. Məsələn, 2 standartınız var idi, düzdürmü? 2-1-1, 3-1-2. 2-1-1-in ondan çıxa biləcək məqsədlər metodik vəsaitdə var. 2-1-1-dən çıxan, birinci standartdan çıxan məqsədinizi yazırsınız. Heç olmaya bir məqsədiniz bundan çıxmalıdır. Heç olmaya bir məqsədiniz də digər standartınızdan çıxmalıdır. Artıq da ola bilər. Məsələn, bir standartdan 2 məqsəd çıxara bilərsiniz. Burada heç bir problem yoxdur.
Üçünü çıxara bilərsiniz. Heç bir problem yoxdur. Amma 2 standart götürmüsünüzsə, hər birinə mütləq toxunmalısınız. Bəzən müəllimlərin indi planlarına baxıram. Deyək ki, müəllim birinci standartdan 2 dənə məqsəd çıxardıb, amma ikinci standarta toxunmayıb. Elə bilin ki, evinizə 2 nəfər qonaq gəlib, birinə çay süzmüsünüz, birinə çay süzməmisiniz. Yəni o birisinin xətrinə dəyər axı. Hansını yazmısınızsa, mütləq şəkildə siz ona müraciət eləyib onun məqsədini götürməlisiniz. Sonra meyar da bundan eynidir müəllimlər. Məsələn, sizin 2 dənə təlim nəticəniz oldu. Siz mütləq şəkildə birinci təlim nəticəsinə uyğun da meyar yazmalısınız. İkinci təlim nəticəsinə uyğun da meyar yazmalısınız. Məsələn, birinci təlim nəticəsinin sonunda deyək ki, izah edir var idi. Deməli, sizin meyarınızın birində mütləq izah etməklə bağlı nəsə olmalıdır. İkinci meyarınızda, məsələn, deyək ki, əsaslandırır var idi. Sizin mütləq şəkildə qiymətləndirmə meyarınızda əsaslandırma olmalıdır. Bəzən uyğunsuzluqlar ola bilir və bu planda aydın şəkildə görünür. Məsələn, məqsədlərin birində var, təqdimat hazırlayır, amma meyarda o yoxdur. Yəni, meyar nədir? Meyar müəllimlərə çətin gələn bir ifadədir. Meyar odur ki, mən nəyi qiymətləndirirəm? Yəni, şagird nə iş görübsə, onu qiymətləndirəcəksiniz. Məsələ həll edibsə, məsələni necə həll etməsini qiymətləndirəcəksiniz. Hansısa bir cəmiyyətləri, anlayışları bir-birindən fərqləndiribsə, onu necə fərqləndirdiyini qiymətləndirəcəksiniz. Sonra deyək ki, müzakirə təşkil etmişdirsə, şagirdlər fikirlərini əsaslandırırsa, əsaslandırmasını, necə əsaslandırma apardığını, əsaslandırma zamanı faktlardan istifadə etdiyini, bunu qiymətləndirəcəksiniz. Yaxşı, bunu da biraz lori ifadə edim. Məsələn, deyək ki, siz şirniyyat bişirmisiniz, mən də sizin şirniyyatınızı qiymətləndirirəm. Əvvəlcədən sizə deyirəm ki, məsələn, tort bişirirsiniz də, deyək ki, mən tortunuzun görünüşünə baxacağam, dadına baxacağam, nə qədər vaxt sərf etmisiniz, ona baxacağam. Mənim bu sadaladıqlarım meyarlardır ki, mən nəyi qiymətləndirəcəm? Dadını mı, görünüşünü mü, nə qədər vaxt sərf etdiyinizi mi, nə qədər ərzaqdan istifadə etdiyinizi mi? Bunlar meyarlardır ki, mən nəyi qiymətləndirirəm? Yəni, uşaq da dərsin içində hansı işi görübsə, mən onun gördüyü işi qiymətləndirirəm. Meyar budur. Yəni, hansısa bir anlayışları, cəmiyyətləri izah edirsə, mən onu necə izah etməsini qiymətləndirəcəm. Mən onu necə əsaslandırıbsa, necə əsaslandırma apardığını qiymətləndirəcəm. Yəni ki, hamısı bir-birinə uyğun olmalıdır. Plana baxanda, məsələn, deyir, sizin müəllimlər fikir alır ki, məndən məktəbimizə yoxlama gəlir, baxan kimi, məsələn, qüsur tutur. O dəqiqə aydın şəkildə görünməlidir. Bax, standart, alt standart. Ondan sonra ikinci gəlir məqsəd, ondan sonra gəlir meyar. Bax, bunların üçü də bir-birini aydın şəkildə təsvir etməlidir. Geniş anlayış hansıdır? Standart. Ondan çıxarılan hansıdır? Məqsəd. Ona uyğun olan hansıdır? Meyar. Bunlar üçü də bir-birini tamamlamalıdır. Meyar məsələsində bildiniz. Meyarı da artıq götürə bilərsiniz. Məsələn, bir məqsəddən 2 meyar götürün. Amma yenə də 2 ayrı məqsədiniz varsa, yenə də hər birindən ayrı-ayrıqda meyar götürməlisiniz. O nümunəmi yadda saxlayın ki, evinizə elə bir ki, neçə qonaq gəlibsə, birini o birisinə seçməyəcəksiniz ki, hər birinə çay süzəcəksiniz. Yəni ki, hamısına uyğun şəkildə neçə standart varsa, hər birinə uyğun şəkildə məqsəd və hər birinə uyğun şəkildə meyar olmalıdır. Qiymətləndirmə üsulu. Sizin onsuz da qiymətləndirməniz formativ idisə, növünüz, formativ qiymətləndirmənin üsulları var. Məsələn, deyək ki, sual-cavab idimi, sonra məsələn, tapşırıq vermə idimi, sonra test idimi, ola bilər formativdə testlə apara bilərsiniz. Sonra məsələn 3-2-1 idimi, nə bilim çıxış bileti idimi. Bilirsiniz ki, bunlar həm refleksiya üsuludur, həm formativ qiymətləndirmə üsuludur. Bunları qeyd edirsiniz. Əlavə olaraq məsələn biz bu hissədə sonrakı nümunələrdə də var idi. İş üsulu, iş formasını, məsələn iş üsulu deyək ki, beyin həmləsi. Sonra məsələn deyək ki, ziqzaq götürdünüz. Sonra məsələn iş forması olaraq əvvəlində qeyd edirsiniz. Məsələn deyək ki, cütlərlə iş formasını qeyd etdiniz və yaxud da qrupla iş formasını qeyd etdiniz. Hansını götürdünüzsə, 4 forması var da, fərdi, cütlər, qrup və bütün siniflər. Hər hansı birini qeyd etdiniz, bir neçəsini də qeyd etmək olar.
Bax, bu öyrənmə fəaliyyəti hissəsi ki var, öyrənmə fəaliyyəti hissəsində artıq bayaqdan biz deyək ki, hansı üsuldan, hansı formadan istifadə edərək dərsimizi necə qurmuşduqsa, bax, o hissəni burada göstəririk. Məsələn, deyək ki, şagirdlər, burada uzun-uzadı yazmayım da, vaxt alacaq. Məsələn, burada deyəcəksiniz ki, şagirdləri cütlərə ayırıram və yaxud da hansısa sualı ünvanlayıram, sualı yazacaqsınız və yaxud da şagirdləri 4 qrupa bölürəm. Sonra yazırsınız ki, birinci qrupa filan sualı, ikinci qrupa filan sualı, üçüncü qrupa filan, dördüncü qrupa filan sualı ünvanlayıram. Sonra sual ətrafında müzakirə yaradıram, qruplar müzakirə edirlər, fəaliyyəti icra edirlər, verdiyiniz tapşırığı, sonra qrupların təqdimatları olur və s. Yəni, o gedişat ki var, uşaqların o fəaliyyət hissəsi ki var, bax, o öyrənmə fəaliyyətində qeyd olunacaq. Yəni, görəcəyi işlər öyrənmə fəaliyyətində qeyd olunacaq. Refleksiya hissəsində isə, məsələn, deyək ki, 3-2-1, sorğu, müsahibə, çıxış bileti, fərqi yoxdur. Hansı refleksiya üsulundan istifadə etmisinizsə, refleksiya üsulunun adını qeyd edəcəksiniz. 3-2-1-də, məsələn, şagird mövzu ilə bağlı öyrəndiyi 3 məlumatı, ona maraqlı gələn 2 məlumatı və bir də sualını qeyd etmiş olur. Refleksiyanı nə zaman aparırsınız deyəndə, biz refleksiyanı prosesin sonunda aparırıq. Müəllim cavab verir ki, dərsin sonunda. Səhv deyil, amma yarımçıq cavabdır. Çünki elə olur ki, dərsin sonu deyil, dərsin ortasıdır. Tapşırıq vermisiniz və tapşırığı bitirdilər. Siz refleksiya aparırsınız ki, görüm şagirdlər özü müəyyən edə bilirlərmi ki, kim tapşırığı necə yazdı? Dərsin sonu deyil, amma refleksiya apara bilərsiniz. Ona görə də necə demək lazımdır? Kimsə sizdən soruşanda, məktəbə gələndə, rəhbər şəxs olsun, kimsə olsun, sizə deyəndə refleksiyanı nə zaman aparırsınız? Prosesin sonunda aparırsınız. Bu proses dərsin axırı da ola bilər, ortası da ola bilər. Yəni, o qədər müəllimlərdə təəssürat yaranıb ki, mütləq dərsin axırı olmalıdır. Bir də formativ qiymətləndirməni də bu refleksiya ilə eyni formatda deyirlər ki, formativ qiymətləndirmə nə zaman aparılmalıdır? Dərsin sonunda. Xeyr, formativ qiymətləndirmə dərs prosesi boyunca aparılır. Müəllim elə bilin ki, bir cümlə ilə öz fəaliyyətini də itirmiş olur. Bizə belə bir nümunə deyirdilər inspeksiyada. Məsələn, deyirdilər ki, müəllimlərdən birinin dərsini dinlədi, sona qədər hər şey qaydasındaydı, hər şey əla idi. Sonda zəng vuruldu, müəllim şagirdlərə rəy verməmişdi, amma dərs prosesi boyunca sual-cavab etmişdi də. Görüm kim nəyi necə başa düşdü. Müəllim sonunda bizə dedi ki, dərsi dinləyənlərə bəs vaxt çatmadı, qiymətləndirmə apara bilmədim. Bu, müəllimin qiymətləndirməni, bura qədər hər şey yaxşı idi, amma müəllimin bu cümləni söyləməsi müəllimin qiymətləndirmənin mahiyyətini tam başa düşmədiyini göstərir. Bəs bayaqdan apardığınız sual-cavab nə idi? Bunun özü formativ qiymətləndirmə idi. Formativ qiymətləndirməni son 3-4 dəqiqəyə saxlamırıq ki, dərs prosesi boyunca aparırıq. Sadəcə şagirdə verdiyimiz ola bilər ki, rəy, gündəliyə yazacağımız fikir, rəy, ola bilər ki, bu sona qala bilər. Amma onsuz da biz dərs prosesi boyunca şagirdin fəaliyyətini qiymətləndiririk və şagirdin fəaliyyətinə uyğun şəkildə rəy veririk. Mənim bugünkü dərsdən sizə izah verəcəyim məsələlər bunlar idi. Bu mövzunu Time 2026 vəsaitindən deməli səhifə neçədir? Səhifə 83-dən baxa bilərsiniz və bu mövzunun testlərinə də diqqət yetirə bilərsiniz. İndi mən sizlərin suallarını eşidəcəm. Ona görə vaxtı biraz tez bölüşdürdüm ki, sizin suallarınızı da dinləyə bilim. Kimin sualları varsa, əl qaldırsın, mən müraciət edəcəm. Şəhla müəllimə, əl qaldırmısınız. Buyurun, eşidirəm sizi. Şəhla müəllimə, buyurun, əl qaldırmısınız. Salam, hər vaxtınız xeyir olsun müəllimə. Buyurun müəllimə. Salamlayıram. Müəllimə, mən verəcəyim sual çox aktualdır. Yəni bu yaxınlarda bir metodist müəllimə, yəni o da öz təlimçiləri tərəfindən eşidib ki, ümumiyyətlə indi şagirdlər səviyyələrə bölünmür. Yəni birinci, ikinci, üçüncü, dördüncü səviyyə var idi əvvəllər. Olmur. Amma tapşırıqlar
4 səviyyə üzrə qiymətləndirilir. Yəni 4 səviyyə üzrə verilir. Amma şagirdlər, məsələn, meyarları biz yazanda uşaqlara olmaz ki, məsələn, bu 2-ci səviyyədir, bu 3-cü səviyyədir, bu 4-cü səviyyədir. Yəni mənim üçün çox maraqlıdır ki, biz uşaqlarda qiymətləndirmə meyarını yazarkən, yəni uşaqlara bunu nəzərə alaqmı, almayaqmı məsələlər və yaxud onları qiymətləndiririk yazılı surətdə, belə bir şeylər olmalıdır ya, yox. Aha. Çox sağ olun. Sağ olun müəllimə. Sualınızı tam başa düşdüm. Deməli biz tapşırıq hazırlayan zaman 4 səviyyəni nəzərə alırıq. Bu öz yerində. Biz əvvəllər şagirdlərin gündəliyinə də səviyyələri yazırdıq. Yadınızdadırsa, məsələn 2-ci səviyyə, 3-cü səviyyə bunu artıq etmirik, bəli. Yəni şagirdin gündəliyinə və yaxud da dəftərinə səviyyəni yazmırıq. Biz meyarın səviyyələr üzrə açıqlaması ki var, həmin açıqlamaya uyğun şəkildə şagirdə rəy veririk. Yəni şagirdə sırf sən bu səviyyəyə uyğunsan demirik. Səviyyə üzrə qiymətləndirmə aparırıqmı? Bu ləğv olunmayıb müəllimə. Bu fikrimin doğru olduğunu tam başa düşməyiniz üçün sizə belə bir tövsiyə verərdim ki, biz fərqi yoxdur hansı fənn olur olsun. Bütün metodik vəsaitlərimizi açsaq, bütün metodik vəsaitlərimizdə səviyyələri görə bilərik, fikirləri görə bilərik. Bəzi fənlərdə aşağı siniflərdə göstərilir, bəzilərində yuxarı siniflərdə, bəzi fənlərdə hamısında var. Bu müsahibə ilə bağlı bütün metodik vəsaitləri demək olar ki, nəzər yetirmişəm. Yəni səviyyələr var olmağına. Sadəcə biz şagirdin gündəliyinə, dəftərinə o səviyyəni yazmırıq. Sadəcə o səviyyələrə uyğun şəkildə biz şagirdə rəy yazırıq. Onu birbaşa ləğv edə bilməzlər. Niyə? Gəlin digər tərəfdən də düşünək müəllimə. Məsələn, biz summativ qiymətləndirmə aparırıq. Sualları 4 səviyyədə verdik, bu öz yerində. Bəs yaxşı qiymətləndirməni necə aparırıq? 0-30 bal 2, 30-60 bal 3, 60-80 bal 4, 80-100 bal 5 qiymətinə uyğundur. Onda biz buradan belə nəticəyə gələ bilərik ki, deməli səviyyələr yerində qalır. Biz şagirdə əgər 90 balla 5 vermişiksə, deməli bu şagirdi biz 4-cü səviyyədə qiymətləndirmişik. O heç vaxt ləğv ola bilməz. Sadəcə fikir ola bilsin ki, həmin metodist üçün aydın olmayıb. Biz sadəcə səviyyəni rəqəm olaraq yazmırıq. Söhbət bundan gedir. Amma səviyyə heç vaxt birbaşa ləğv ola bilməz. Başqa bir səbəb də gətirə bilərəm sizə. Məsələn, biz qiymətləndirmə rubriklər vasitəsilə apardığımızı deyirik. Rubrik bilirsiniz ki, 3 hissədən ibarətdir. Bunlar hansılardır? Meyar, keyfiyyət səviyyəsi, hansı ki 4 səviyyədən söhbət gedir. Və meyarların keyfiyyət səviyyələri üzrə göstəriciləri. Əgər biz qiymətləndirmədən, qiymətləndirmə konsepsiyasından, qiymətləndirmənin ən vacib nüanslarından danışırıqsa, rubriklərdən danışırıqsa, rubrikin növlərini deyiriksə, o növlərdən biz o səviyyələri çıxartmamışıqsa, qiymətləndirmədən səviyyəni çıxarda bilərikmi? Xeyr. Yəqin ki, fikrim aydın oldu müəllimə. Bəli, çox üzr istəyirəm. Bir dənə də olar sual vermək. Mən belə başa düşdüm ki, bu yəni bizim özümüzə aiddir də. Bu olmayan bir şeydir. Yəni çıxarılması mümkün deyil. Mən çox anladım belə dəqiq. Aha, ikinci sualım müəllimə. Belə bir, yəni mən çox sevirəm belə deyək də bu kurikulumu həqiqətən. Yəni demək olar bizim işimizdir də. Başdan ayağa çox gözəl. Uşaqların həm psixologiyası, hər tərəflidir. Amma bir nüans var ki, məsələn biz uşaqlara diferensial yanaşma olur da, diferensial yanaşmalıyıq. Hər uşaq yaxşı oxuya bilməz, hərənin özünün bir qabiliyyəti var. Yəni deməyim odur ki, monitorinqə görə uşaqlar da çox əziyyət çəkirlər. Yəni monitorinq olur. Monitorinqin mənası da odur ki, biz uşaqların nə dərəcədə mənimsədiklərini ortaya çıxartmalıyıq. Amma bu monitorinqi olur, yəni biz sıxışdırılırıq ki, necə deyim, ki burada niyə zəif şagird var, niyə güclü şagird var? Yəni güclü olan, elə bil ki, bir növü bərabər imkanlar pozulmuş olur da, mən belə düşünürəm. Bu nə dərəcədə doğrudur? Buyurun, çox sağ olun. Siz də sağ olun müəllimə. Sizi də başa düşdüm. Bir müəllim olaraq da, bir rəhbər olaraq da sizin çəkdiyiniz əziyyətin bəlkə də 100 qatını mən çəkirəm. Məsələn, müəllim olaraq siz sıxışdırılırsınızsa, 10 iclasdan birinə dəvət alırsınızsa, yerdə qalan 9 iclasda məktəb rəhbərlərini bu monitorinqlə bağlı, nəticələrin zəif olması ilə bağlı, Lori dildə desək, danlayırlar, izahat istəyirlər.
ki, niyə belədir, səbəb nədir? Bilirsiniz, məsələ bünövrədən yanlış gəlir, aşağı siniflərdən yanlış gəlir. İbtidai siniflərdən müəllimin nəticəsi zəif olanda, şagirdlərin də bu nəticəsinə birbaşa təsir edə bilir. Və yuxarı sinifdə müəllim birbaşa şagirddən yaxşı nəticə əldə edə bilmir. Məsələn, deyək ki, 6-cı sinifdə və yaxud da 9-cu sinifdə elə şagird var ki, gəlib 7-ci, 8-ci sinifə çatana qədər hələ üzünü oxumağı tam öyrənməyib. Bizim indi deyək ki, yuxarı sinif müəlliminə, dil ədəbiyyat müəlliminə və yaxud da riyaziyyat müəlliminə qüsur tutmağımız ki, niyə uşaqlarınızın nəticəsi aşağıdır? Bu o qədər də düşünürəm ki, düzgün bir irad deyil. Çünki bu aşağı sinifdən bu səviyyədə gəlir. Biz sadəcə nə etməliyik? Bacardığımız qədər hər bir şagirdin səviyyəsini nəzərə almalıyıq. Elə şagirdlərimiz də var ki, müəllim nə qədər yaxşı olsa da, müəllim nə qədər cəhd etsə də, bu uşağın qavraması budur. Dəyişə bilmirik. Anlaması zəifdir. Qavraması zəifdir. Yəni, bunun üçün biz əlavə heç nə edə bilmirik. Sadəcə bizdən istənilən odur ki, bu şagirdin qavraması zəif olsa belə, biz o şagirdin oxuyub anlamasını, dinləyib anlamasını formalaşdıra bilək. Şərt deyil ki, o uşaq getsin sabah da gələcəkdə hansısa bir universitetdə oxusun. Heç olmaya sabahsı gün ona deyilən hansısa bir məsələləri o düzgün şəkildə başa düşsün. Əslində bizim qarşımıza qoyulan tələb budur. Sadəcə fərqli formatlara çəkə bilirlər, fərqli formatda bizdən tələb oluna bilir. Ona görə də biraz, necə deyim, incinmiş oluruq. Amma belə, necə deyim, məsələ ümumi bir problemdir müəllimə. Bununla bağlı mənim sizə hər hansı bir tövsiyəm yoxdur. Çünki özüm də o çətinliyin içərisindəyəm. Biz müəllim olaraq bacardığımız qədər nəzərə almağa çalışmalıyıq hər bir şagirdin səviyyəsini. Onlar üçün tapşırıqlar tərtib etməliyik, asan tapşırıqlar, uşaqların bir-birlərinə kömək etməsinə şərait yaratmalıyıq. Belə, ayrı mənim bir sözüm yoxdur, bir fikrim yoxdur bu sualla bağlı. Sonra deməli, Vüsailə müəllimə əl qaldırmısınız, buyurun sizi də eşidək. Sağ ol müəllimə, axşamınız xeyir. Axşamınız xeyir. Bayaqki sual da hardasa mən verdiyim sualla bağlıdır. Amma bizdə ən əsas odur ki, metodist var, hər elə bir 2 gün bizim dərsimiz dinlənib. Ən çox da səhv tapılır bizim gündəlikə yazdığımız uşaq üçün verilən rəydir. Metodist bizə deyir ki, 5 alandan işin olmasın. Yalnız 2, 3, 4, 10 haqqında nəsə yaz ora. Ki, uşaq bir də bizə belə başa salır ki, elə bir həkimə getmirsən, həkim sənə müalicə üçün resept yazır. Elə bir ki, sən ora resept yazırsan. Yəni mən ki, bir balaca sətirdə mən nə qədər, necə fikir yaza bilərəm? Tutaq ki, uşaq bu günləri hər hansı bir təlim nəticəsi götürək, şəkil üzrə mətn qurur. Orada elə bir ki, meyarımız var ki, əvvəlcə uşaq sadə sözlər şəkil üzrə müəyyən edir, məsələn, 1-ci sinifə görə. Sonra həmin sözlərdən cümlə qurur. Yəni, hər uşaq nəyi, hansı fəaliyyəti yerinə yetirirsə, mən onu yazıram da ora. Yəni, sərbəst cümlə qurur, şəkli tam əhatə edir və yaxud da ki, cümlələr çox sadə olur. Hər uşağın öz fəaliyyəti nədirsə o. Amma o hər dəfə bizim dərsi dinləyəndən sonra, məsələn, başqa heç bir şeydən nöqsan tapılmır. Sadəcə və sadəcə bizim gündəlikdə yazdığımız rəyi demək olar ki, bəyənmir də. Biz ora bir də zəhmət olmasa nümunə olaraq 2 alansın, 3, 4 və 5 alansın biz nə yazmalıyıq? Hər hansı bir mövzu baxımından. Mən onu anlayacağam. Çox xahiş edirəm. Məsələn, müəllimə, gündəlik planımızda 2-ci səviyyə üçün, metodik vəsaitimizdə 2-ci səviyyə üçün meyar necə göstərilibsə, onu çevirirsiniz rəyə. Məsələn, nəyi tövsiyə edirik? 1-ci, 2-ci səviyyədə oxuyan uşaqlar bilirsiniz ki, zəifdirlər. Biz zəif şagirdə birbaşa bilmirsən, bacarmırsan, səhv etdin, yanlışlığa yol verdin, birbaşa bunu demirik. Onun əvəzinə, məsələn, kiçik bir, deyək ki, fəaliyyəti var, kiçik bir cəhdi var. Onu belə deyirik. Məsələn, şagird tapşırığı səhv yazıb. Deyək ki, şəkil üzrə mətni yanlış qurub. Düzdürmü? Biz indi 1-ci səviyyədə və yaxud da 2-ci səviyyədə bu şagirdə necə bir fikir deyək ki, o şagirdin xətrinə dəyməyək, o şagirdə həvəsdən salmayaq, verəcəyimiz rəy konstruktiv olsun. Məsələn, deyə bilərik ki, şəkil üzrə mətni qurmağa çalışmısan.
bu yaxşıdır. Əslində səhv eləyib ha, yaza bilməyib, qura bilməyib. Sadəcə bizim ona deməyimiz ki, sən buna cəhd etmisən, çalışmısan, bu yaxşıdır. Elə bilin ki, cüzi də olaraq onun biraz gördüyü işi iş cəhətdən onu həvəsləndirməyə sanki çalışmışıq. Belə qeyd edirik, amma səhvlərə yol vermisən. Məsələn, sizin bundan sonrakı fikriniz nə olar? Şagird üçün tövsiyəniz ki, məsələn, şagird nə etsin ki, şəkil üzrə mətni düzgün şəkildə qursun. Ona deyəcəyiniz məsləhət nədirsə, onu da əlavə edirsiniz. Mənim dediyim bu fikrin sonuna olacaq rəy. Şagird üçün verəcəyiniz rəy. Bir də bir məsələni dediniz. O məsələ mənim şəxsən xoşuma gəlmədi ki, biz ancaq işimiz zəif şagirdlərlə olsun, yaxşı şagirdlərlə işimiz olmasın. Bu həkim xəstə məsələsi. Bu həkim xəstə məsələsinin eyni deyil. Bəli, əgər xəstə sağlamdırsa ona dərman yazmırıq. Amma şagirdin nəticəsi yaxşıdırsa, biz onunla məşğul olmayaq. Biz onu həvəsləndirməyək. Biz ona heç nə deməyək. Bu doğru deyil. Bu nümunə düşünürəm ki, heç də uyğun gəlmir. Çünki biz nədən danışırıq? Biz özümüzü öldürürük kurikulumda. Şagird yönümlülük belə, bərabər imkanlar belə ki, bütün şagirdlərin səviyyəsini nəzərə alırıq. Bizim əgər sinifimizdə yaxşı oxuyan şagirdimiz varsa, biz nə etməliyik? O yaxşı oxuyan şagirdi biraz da irəli aparmalıyıq da. Məsələn, uşaq deyək ki, fənninizi yaxşı bilir. Deyək ki, fizika fənnini başa düşür, məsələləri yazır. Fənn üzrə biz o şagirdə 5 qiyməti yaza bilərik. Amma biz o şagirdi inkişaf etdirib fənn olimpiyadasına apara bilərik. Respublika turunda qalib olmasına şərait yarada bilərik. Nə olsun ki, bu şagird yaxşıdır? Deməli, biz onunla məşğul olmayaqmı? Diferensiallığı, inklüziv yanaşmanı, bərabər imkanları pozaqmı? Xeyr. Yaxşı şagirdə də rəy verməliyik müəllimə. Əhsən, afərin, bu kimi ifadələri deyib. Məsələn, afərin, şəkil üzrə mətni düzgün qurmusan. Bu çox əladır. Belə də davam et. Bir həvəsləndirək də. Yəni, necə ona rəy verməyək? Mən bu fikri qəbul etmirəm. 1-ci, 2-ci səviyyədə də, 3-cü, 4-cü səviyyədə, ümumiyyətlə 4 səviyyənin hər birində biz şagirdlərimizə rəy verməliyik, mütləq şəkildə. Müəllim, o mənim fikrim deyil, metodistin fikridir, mən sizə çatdırdım. Düzgün deyil müəllim. Aydındır, çox sağ olun, anladım Mən də sizi. metodistin Təşəkkür ederim. fikrini deyirəm ki, düzgün deyil və fikrimi də əsaslandırıram ki, müəllimə, biz deməli, kurikulumdan danışırıq, prinsiplərdən danışırıq, filan mövzulardan danışırıq. Məsələn, siz də indi dərs açılmağına nə qalıb ki, yenə yəqin dərsinizdə oturacaq. Sizə deyəndə ki, 4-cü səviyyədəki şagirdə rəy verməyin, ehtiyac deyil. Onda siz sual verin ki, bəs mən o şagirdi də həvəsləndirməli deyiləmmi? O şagirdi olduğu yerdən daha da irəli aparmalı deyiləmmi? Mən axı yaxşı şagird üçün də çətin tapşırıqlar verməli deyiləmmi? Belə düşünək də, məsələn, sinifimizdəki şagirdlərin hamısına tapşırıq vermişik. Yaxşı oxuyan tapşırığı bitirən kimi dərs ona maraqsız gələcək. Amma onun səviyyəsinə uyğun fərqli tapşırıq verəndə daha da həvəslənəcək, daha da artıq şeyləri öyrənməyə çalışacaq. Rəy vermə də belədir. Yəni, bu proses bundan sonra davam edəcəyinə görə, müəllimə, mən tövsiyə edirəm ki, nə vaxtsa sizə yenə elə bir fikir söyləsə, öz yanaşmanızı qeyd edəsiniz. Aydındır müəllimə, çox sağ olun. Siz də sağ olun müəllimə. Sonra deməli, İnarə müəllimə, əl qaldırmışsınız, sualınız var, buyurun. İnarə müəllimə, sualınız var. Müəllimə yəqin əli dəyib, əl qaldırıb. Sualı yoxdur. Aha. Müəllimlər, mənə ümumiyyətcə nə vaxt, hansı mövzu ilə bağlı, hansı situasiya ilə bağlı, məktəbinizdə yaranmış vəziyyətlə bağlı, nə olur olsun, nə zaman sualınız varsa, rahatlıqla ünvanlaya bilərsiniz. Heç bir problem yoxdur müəllimlər. Sizin sualınızı çalışacağım ki, cavablayım. Bir dəqiqə. Biz deməli, avqust ayı ərzində Deməli, biz avqust ayı ərzində sizlərə dəstək olmağa çalışdıq. Bəzi mövzuların izahını verdik. Hansı mövzularda yenə çətinlik yaranıbsa, bunu qeyd edərsiniz. İnşallah sentyabr ayında da təlimlər olacaq. Ardıcıl şəkildə yox, amma vaxt etdikcə təlimlər keçəcəm.
nə vaxt istəsəniz qoşula bilərsiniz. Ödənişli təlimlər sentyabr qrupunda qeydiyyat tamamlanıb, amma sentyabr qrupunda biraz gec başlayacağam. Çünki əyani təlimlər var, idarəetmə təlimləri, onları aparmalıyam. Bu səbəbdən vaxt olmayacaq. Amma sentyabr ayının sonu, oktyabr ayının əvvəlindən ödənişli test mərhələsi üçün qruplar başlayacaq. Həm də hal-hazırda müsahibə dərsləri davam edir. İnşallah ki, kimin istəyi olarsa, həm ixtisasdan, həm kurikulumla bağlı kursumuza müraciət edə bilər. Kurikulumla bağlı ödəniş 25 manatdır. Müəllimə burada yorumlarda qeyd edib, ona görə sualını cavablayıram. Həftədə 2 dəfə proqramı rahatlıqla əgər yavaş-yavaş öyrənmək istəyirsinizsə, ilin əvvəlindən, tədris ilin əvvəlindən qoşula bilərsiniz. Bəzən müəllimlər sual verir ki, müəllimə biz nə vaxt başlayaq, nə qədər müddətə kurikulumu öyrənərik? Bu sizin özünüzdən asılıdır. Əgər bilikləriniz varsa kurikulumla bağlı, çox çətinlik çəkmirsinizsə, məsələn, gec başlaya bilərsiniz, özünüzə güvənirsinizsə. Yox, əgər çətinlik çəkirsinizsə, mövzular çoxdur, çətinliklə öyrənərəm deyirsinizsə, o zaman biraz tez başlamağınızda fayda var ki, az-az öyrənəsiniz. Bir var ki, məsələn, 2 aya bir kitabı oxuyasınız, bir də var ki, 5-6 aya bir kitabı oxuyasınız. Bu artıq sizin öz seçiminizdir. Sizə necə rahatdırsa, o formada da edə bilərsiniz. Başqa müəllimlər, kimin nəsə sualı olarsa, dediyim kimi, qrupda da, şəxsidə də yaza bilərsiniz. Düşünürəm ki, sizlər üçün keçdiyimiz təlimlər faydalı oldu. Hər birinizə təşəkkür edirəm dinlədiyiniz üçün. Çox sağ olun müəllimlər, gecəniz xeyrə qalsın.